Allahın salamı olsun değerli insanlarımıza, milletimize, gördüğümüz bu nur üzlü şehidimizi nəinki Azərbaycan, bütün dünya tanıyır. Mən vətənpərvərliyi mübarizdən öyrəndim, baxmayaraq ki 44 günlük müharibədə şəhidimiz var. Amma mən vətənpərvərliyi bu oğuldan öyrəndim. Bu oğul məni vətəni necə sevmək lazımdır, bundan öyrənmişəm. O ki qatı düşmən tərəfindən neytraldan Azərbaycana gətirən zaman onun haqqında, onun cəsurluğu, onun mərdliyi və düşməni necə məhv etdiyini Dövlət kanalı televiziyası bildirəndə mən bir insan olaraq, mən bir Azərbaycan xanımı olaraq, mən bir bacı olaraq o qərara gəldim ki, mən mübarizçiyəm. O oğul bizi qorumaq üçün, ana bacı yaylıqları başında qalmaq üçün getdi. Seyid Mübariz milli qəhrəmanımız hər birinin qəlbində, hər bir Azərbaycanın fəxridir. Bugün bu gördüyümüz bu tablo mən sevə-sevə, mübarizçi olduğum üçün, mən şəhidim üçün öz əl işimi sevə-sevə şəhidimin şəklini ərsəyə gətirdim. Ruhun şad olsun şəhidim. Səndən öyrəndim vətənimin vətənpərvərliyi. Allah ailə üzvlərinə səbir dözüm versin.